hər keçən gün bax yeni infrastrukturun belə yaradılması, bərpa olunması təbii ki, biz insanlarımızın, vətəndaşlarımızın sosial rifahını və rahatlığını təmin olunmasına hesablanıb. O möhtəşəm dəmir yolumuz, hansı ki bizi Ağdamada apardı, neçə illər istifadəyə yararsız qalmışdı. Ümumiyyətlə, o Qarabağımızın yolları belə deyim də, yox idi artıq, ot basmışdı, çəpər qoymuşdu vaxtı ilə düşmən. Ağdamıza gedən qatar yolumuz var. Yeni Xankəndi dəmir yolu da inşa olunur. Yaxın vaxtlarda inşallah Allah nəsib eləyərsə, bax o qatar vasitəsilə Xankəndiyə də gedib çatacağıq. Ümumiyyətlə, işğaldan azad olunduqdan sonra o torpaqlarımızda yurt yerlərimiz yeni nəfəs gəldi. Ora yenidən canlandı. Elə bil ki, o məmləkətimiz küsmüşdü sanki. Çünki orada öz vətəndaşları, öz Azərbaycan türkləri yox idi. Sanki bir niskil var idi, kədər var idi. İnanın, indi mənzərə tamam başqadır. Mən bir Azərbaycanlı olduğum üçün bunu demirəm. Məncə, bütün hər kəs, bütün Azərbaycana gələn xaricilər də bunu təsdiqləyər. Çünki orada yenidən görülən işlər, ondan sonra orada hava limanları bilirsiniz ki, yaradılıb. Çox rahatlıqla xaricdən ora gəlmək mümkündür, paytaxtımızdan getmək mümkündür. Yəni, ümumiyyətlə, belə şeyə baxanda necə fəxr eləməyəsən? Qarabağınla, Zəngəzurunla, Şuşanla, eləmə əziz tamaşaçılarımız. Şuşa o qədər əsrarəngizdir ki, bu şəhərə yaradan özü əvəz olunmaz gözəlliklər qatıb. Götürək elə təbiətin nadir incilərindən hesab olunan səfalı və şəfalı İsa bulağını. Şəhərə gələn qonaqların ən çox üst tutduğu məkanlardandır. Şuşaya geri dönənlərin sayı artdıqca tələbata uyğun infrastrukturlar genişləndirilir. Suya olan tələbatı ödəmək üçün yeni su anbarlarının istifadəyə verilməsi də nəzərdə tutulur. Burada su mənbələri yüksəklikdə yerləşdiyindən heç bir elektrik enerjisindən istifadə etmədən, yüksək təzyiqlə, nasoslardan istifadə olunmadan təbii cazibə qüvvəsi ilə su şəhərə və evlərə çatdırılır. Şəhərə təşrif buyuranlar isə təkcə bu gözəllikləri izləməklə qalmır. Həm də milli mətbəximizin dadlı təamlarından dadmaq fürsəti qazanırlar. Şuşa ilə bağlı, Şuşamızın təbiəti ilə bağlı, bizim Cıdır düzümüzlə bağlı, İsa bulağı ilə bağlı möhtəşəm, göz oxşayan, rəngarəng bir materialımız var. Gəlin birlikdə izləyək. Şuşa şəhərindən 4 kilometr aralıda, dəniz səviyyəsindən təqribən 1300 metr yüksəklikdə meşəli ərazidə yerləşən İsa bulağı ölkəmizin ən məşhur istirahət məkanlarından biridir. Tarixi zəfərimizlə bitən 44 günlük Vətən müharibəsindən sonra İsa bulağı Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib. Bulağın ətrafına mərmər döşənib. İsa bulağı sözləri isə milli ornamentlə yazılıb. Bulağın su təminatı tam bərpa olunub. Azərbaycan təbiətinin nadir incilərindən sayılan İsa bulağının göz yaşı kimi şəffaf suyu həm suyuq, həm faydalıdır. Ən qızmar yay günlərində belə ətrafı həmişə sərin olan bulaq hər zaman Şuşalıların və şəhərin qonaqlarının ən sevimli istirahət məkanlarından olub. İstirahət kompleksinin təmir edilərək istifadəyə verilməsi Şuşada turizmin inkişafına da töhfə verib. Bu il İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilən Şuşa şəhərinin infrastrukturunun, xüsusən su təsərrüfatının tam bərpası prioritet məsələlərdən biridir. Şuşa şəhərinin su təminatını yaxşılaşdırmaq məqsədi ilə bir neçə yeni su anbarının tikintisi və ya bərpası layihələri həyata keçirilir. Məqsəd Şuşa şəhərinin artan əhalisi və turizm potensialı nəzərə alınaraq su təchizatında fasiləsizliyi təmin etməkdir. Şuşaya gələn su əsasən Zarslı su mənbəsindən, Nəblər su mənbəsindən, Kir su mənbəsindən gəlir. Bizim orada bəndimiz var, Daşaltı çayının üzərində bənd tikilmişdi. Həmin bənddən lazım olanda nasos stansiyasının köməyi ilə təmizləyici qurğuya vurur. Adi hallarda öz gücü ilə gəlir suyumuz Şuşa şəhərinə. Şuşaya üst tutanlar şəhərin gözəlliyinə heyran qalmaqla yanaşı milli mətbəximizin dadlı təamlarından da zövq alır. Şuşada milli mətbəximizin təbliğatı ilə məşğul olan restoranlardan biri də Şuşa Qala restoranıdır. Azərbaycanın ən dadlı, ən belə deyə əvəz olunmaz mətbəxini Şuşa mətbəxidir. Bugün Şuşa sakinlərinin və eyni zamanda şəhərimizə təşrif buyuran bütün turistlərin və qonaqlara göstərdiyimiz xidmətlə Qarabağımızın mədəniyyətini, Qarabağımızın mətbəxini yüksək səviyyədə göstərməyə çalışırıq. Qısaca, Şuşa hər mənada Qarabağın tacı olduğunu bütün dünyaya nümayiş etdirir. Sənan Bəhrəmli, Habil Aslanoğlu, Şuşa.